Əziz valideynlər, uşağı bağçaya qoymaq hər bir ailə üçün mühüm qərardır. Bu qərarı verərkən uşağın həm fiziki, həm də psixoloji inkişafını nəzərə almaq vacibdir. Adətən mütəxəssislər uşağın bağçaya getməsi üçün ən uyğun yaşın 3 yaş olduğunu bildirirlər. Çünki bu dövrdə uşaq artıq sadə danışıq bacarıqlarına yiyələnir. Digər uşaqlarla ünsiyyətə girə bilir və öz ehtiyaclarını qismən ifadə etməyi öyrənir. Bəzən valideynlər 2 yaşında da uşağı bağçaya qoyurlar. Bu da mümkündür, amma belə halda uşağın adaptasiya dövrü bir qədər uzun çəkə bilər. 4-5 yaşında bağçaya başlayan uşaqlar isə sosiallaşmaqda çətinlik çəkə bilirlər. Çünki daha gec kollektivə daxil olurlar. Əziz valideynlər, siz də bağça seçərkən bunlara diqqət edin. Müəllimlərin uşaqlara yanaşması necədir? Qrupdakı uşaq sayı çoxdurmu? Bağçada inkişaf etdirici fəaliyyətlər, oyunlar və məşğələlər varmı? Gigiyena və təhlükəsizlik qaydalarına əməl olunurmu? Ən əsası isə bağçanı seçərkən yalnız yaxınlıq və qiymət amilinə deyil, uşağın gələcək inkişafına necə təsir edəcəyinə baxın. Uşaq özünü rahat, sevilən və güvəndə hiss etdiyi bağçada daha tez uyğunlaşır və inkişaf edir.